Dövlət Statistika Komitəsi bir sıra məlumatlar yayıb. Doğru Xəbər Azərbaycan bildirir ki, məlumatlarda deyilir. İlin əvvəlindən ölkə əhalisinin sayı 9287 nəfər və ya 0,1% artaraq 2026-cı il iyun ayının biri vəziyyətinə 10 milyon 271 min 638 nəfərə çatıb. Bildirilib ki, ölkə əhalisinin 54,3%-ni şəhər, 45,7%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir. Bu ilin yanvar-may ayları ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən 34.056 doğulan körpə qeydə alınıb. Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8-ə düşüb. Doğulan körpələrin 53,5%-i oğlan uşaqları, 46,5%-i isə qız uşaqları olub. Körpələrdən 1184-ə əkiz, 48-i isə 3 əmdir. Cari ilin yanvar-may aylarında ölkədə 25.511 ölüm halı qeydə alınıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 6-ya qədər artıb. Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən cari ilin ilk 5 ayında 15.107 nikaha daxil olma və 8.087 boşanma halları qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2-dən 1,9-a düşüb deyə rəsmi məlumatda qeyd olunur.